Salam əziz investorlar və treyderlər. Məlumat və analitik xidmət əlaqədədir Guru Markets. Şirkətin ümumi məlumatlarından başlayaq. Əgər maraqlanırsınızsa, videonu dayandıra bilərsiniz. Şirkətin hər bir parametrinə ətraflı baxa bilərsiniz. İndi biz şirkətin cari performans göstəricilərini təhlil edəcəyik. Rocket Lab USA, Inc. Ticker, RKLB. Bu rəy 22 iyun 2025-ci il tarifinə olan məlumata əsaslanır. Təsnifatına görə Guru Markets şirkət Rocket Lab Corp alt kateqoriyaya aiddir. SPAC müqayisədə 15 şirkət iştirak edir. Videonun sonunda verilən qərarlara baxın. Sözü gedən şirkət üçün ümumi xal, mənfi 10 baldan 8,5 bal. Mənfi alt kateqoriya üzrə orta bal 4,2 baldır. Çox geniş baxsanız, bütövlükdə ABŞ fond bazarı daxilində. Qeyd edək ki, bütövlükdə bütün fond bazarı üzrə orta xal 1,8 idir. Mənfi reytinqə qarşı 8,5 bal Rocket Lab Corp. Şirkətin səhmlərinin qiymətinin dinamikasının müqayisəsi Rocket Lab USA, Inc. və alt kateqoriyalı paylaşımlar. Son 12 ayda şirkətin səhmlərini görə bilərik. Rocket Lab Corp 592,2% dəyişiklik göstərib. Alt kateqoriya üzrə qiymət dəyişikliklərinə qarşı 296,2%. Şirkətin bazar kapitallaşması Rocket Lab Corp 13,87 milyard dollar dəyərində qiymətləndirilib. Və alt kateqoriyanın bazar kapitallaşması 32 milyard dollardır. Şirkətin balans dəyəri 0,41 milyard dollar olaraq qiymətləndirilir. Alt kateqoriyanın kitab kapitallaşması 4 milyard dollardır. Birja səhmlərini və balans kapitallaşmasını müqayisə edərək aşağıdakıları görəcəyik. Paylaş Rocket Lab Corp alt kateqoriyada bazar kapitallaşması qiymətləndirildikdə 43,522% təşkil edir. Balans dəyəri 9,859% təşkil edir. Alt kateqoriyada şirkətin bazar payının və balans dəyərinin qiymətləndirilməsi PIS -1 bal. Tədqiq olunan şirkətin 0,473 milyard dollar maliyyə öhdəlikləri var. Borcun balans dəyərinə nisbəti öz kapitalının %114-düdür. Şirkətin borclarının nəticəsi PIS -1 bal. Şirkətin bazar dəyərinin mənfəətinə nisbəti 0-dır. 0 alt kateqoriyasında orta qiymətlə. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə birja dəyərinin mənfəətə nisbətinin qiymətləndirilməsi çox PIS -2 bal. Son 12 ayda mənfəət -207 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək mənfəət məlum deyil. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə proqnozlaşdırılan gələcək mənfəət göstəricisinin qiymətləndirilməsi PIS -1 bal. Şirkətin dəyərinin gəlirə nisbəti 29,7-dir. Alt kateqoriya üzrə orta göstərici 5,4-üdür. Bazar qiymətinin gəlirə nisbətinin alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə qiymətləndirilməsi PIS -1 bal. Son 12 ayda gəlir 470 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək gəlir məlum deyil. Gözlənilən gələcək satış göstəricisinin alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə qiymətləndirilməsi PIS -1 bal. Marjinallıq -44,3%, mənfi alt kateqoriyada orta göstərici 19,4%dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə satış rentabelliyinin qiymətləndirilməsi keçə bilən -0,5 bal. Alt kateqoriyalar üzrə kadrların sayı baxımından şirkətin payı 9,785% təşkil edir.
Bu, bazar kapitallaşma payından 345% azdır. Təşkilatın bir işçisinə düşən bazar kapitalının məbləği $6.601.000. Alt kateqoriyada isə $1.484.000 var. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən şirkətin bazar kapitalının qiymətləndirilməsi, keçərli, 0 bal. Şirkətin bir işçiyə düşən mənfəəti mənfi $98,300. Alt kateqoriya üzrə orta göstərici mənfi $52,900. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən mənfəətin qiymətləndirilməsi, TOLED, mənfi 0,5 bal. Təşkilatın hər bir işçiyə düşən gəliri $222,000. Alt kateqoriyada $273.000. Alt kateqoriya göstəriciləri ilə müqayisədə bir işçi reytinqi üzrə satış, keçərli, mənfi 0,5 bal. Qısa müddətli əməliyyatların həcmi 12,6%, alt kateqoriya üzrə orta hesabla 10,2% təşkil edir. Texniki göstərici RASI 14 şirkət üçün %64 səviyyəsini göstərir. Rocket Lab USA, Inc. Alt kateqoriyada isə RSI səviyyəsi 14,55% təşkil edir. Şirkətin səhmlərinin hazırki qiyməti təxminən $30,3. Şirkətin səhmləri üçün konsensus qiyməti təxminən 29,8% təşkil edir. Hamı üçün əlçatan olan sifariş cədvəlinə keçək, onun linki bərkidilmiş şərhdədir. Sifariş cədvəlində əvvəllər müəyyən bir mövsümdə qiymətləndirmə məlumat və istinad sistemi tərəfindən qəbul edilmiş bütün qərarlar var. Guru Markets. Sifariş cədvəlinə giriş pulsuz və açıqdır. Bağlanmış şərhdə keçid. Səhmlərin qiymətləndirilməsi nəticəsində Rocket Lab Corp. Yardım sistemi Guru Markets qərar qəbul edilib. Bir səhm üçün $30,4 qiymətə satış üçün ticarət açın. Sifariş açıqdır, çünki şirkətin kifayət qədər aşağı reytinqi var. Təşkilatın qiymətləndirilməsi qiymətləndirmə modelindən, AKİMin indeksindən istifadə etməklə aparılmışdır. Mənfəət götürmək 14,57 səviyyəsində müəyyən edilmişdir. Stop loss 45,51 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, sonra sövdələşmə 22 iyul 2025-ci il tarixində birja ticarətinin nəticələrinə əsasən müstəqil şəkildə bağlanacaq. Və ya bu tarixdən əvvəlki son ticarət günündə. Ticker, MOGA, əsas alış sifarişidir. Əsas sövdələşmənin videosu artıq kanalda yayımlanıb. Sifarişlərdən hər hansı birini bağlayarkən, əsas və ya balanslaşdırıcı. Başqa bir sifariş son qiymətə bağlanır. Bu videoya baxdığınız və informasiya sistemindən istifadə etdiyiniz üçün təşəkkür edirik. Guru Markets.